Yaxşı və pis valideynin haqqı eynidirmi? Elhamdülillah. Ümumən, əgər nəzərdə tutulur sualda ki, valideyn pis olsa, onunla eyni yaxşı davranmalıyam, cavab bəli. Çünki biz valideynə ona görə onunla yaxşı davranmırıq ki, bizim üçün nəsə elədi, pis idi və yaxşı idi. Biz onun üçün onunla yaxşı davranırıq ki, Allah Teala bunu bizə əmr edir. Özündən sonra, tövhiddən sonra ikinci haqq valideynlərin haqqıdır. Va'budullaha və la tuşriku bi şey'a və bil valideyni ihsana. Allah Teala Quran-Kərimdə bir neçə yerdə bu ayəni deyir. Yəni Allaha ibadət edin, ona şərik qoşmayın, sonra nə deyir? Valideynlərlə yaxşı davranın. Kimsə deyə bilər ki, valideynlərin pisdir, necə onunla davranım? Allah Teala görün Quran-Kərimdə nə deyir? Deyir ki, "Və in cahadaka ala an tushrika bi ma laysa laka bi'ilm fala tuti'huma." Onlar hətta səni məcbur eləsələr ki, sən Allaha şərik qoşasan, ən böyük günahdır. Yəni bundan pis valideyn yoxdur. Nəinki valideyn özü kafirdir. Bir çox valideynə kafir var ki, deyir oğluna ki, necə sən Allaha ibadət elə. Bu özü də kafirdir və həmçinin səni də məcbur edir küfr eləyəsən. Allaha şərik qoşasın. Nə deyir Allah Subhanahu wa Taala? Deyir ki, "Fələ tutihim." Ona itaat etmə. Onlara itaat etmə. Lakin sonra nə deyir? "Və sahibhum fid-dunya ma'rufa." Baxmayaraq buna, onlar ilə yaxşı davran. Yaxşı davran. Deməli bu Allahın əmridir. Bu bir. İkincisi ki, sən başa düş. Nə qədər pis valideyn olsa da, onlar olmasaydı sən bu dünyaya gəlməzdin. Sən onların vasitəsilə dünyaya gəlmirsən. Bu artıq yetər. Səbəb kimi, dünyavi səbəb kimi yetər ki, sən onlarla yaxşı davranmalısan. Başqa insanlar nə qədər sən yaxşılıq eləsələr də, sənin vücudunda səbəb deyirlər. Onlar sənin vücudunda mövcud olmağında səbəbdirlər. Ona görə İbn Ömər bir dəfə bir kişini gördü, tavaf eləyirdi Kəbənin ətrafında. Bütün tavafı öz anasını belində gezdirirdi. Axırda tavaf eləyəndən sonra gəldi İbn Ömərə, Allah ondan razı olsun, dedi ki, mən bax bu ibadətləri hamısı anamı belimdə daşıdım. Səncə onun haqqını verdinmi? İbn Ömər nə deyir? Deyir ki, vallahi ki, onun hətta bir sancısı var idi hamilə olanda. Heç onun haqqını vermədin sən. Bir sancı. Ona görə valideynin haqqını vermək heç vaxt tam mümkün deyil və bütün valideynlərə qarşı yaxşı münasibət bəsləmək lazımdır Allah üçün. Allah üçün və savabı Allahdan gözləmək lazımdır həm dünyada, həm axirətdə.